Deməli, uşaqlar, mən sözü səsləndirəndə siz gözlərinizi yumub, karandaşınızı qaldıracaqsınız. Qırmızını nə vaxt qaldıracaq? Sağ. Sözümüz saitlə başlayanda. Bəs mavini nə vaxt qaldıracaq? Samit səslə başlayanda. Başladıq. Bulud. Hansı rəngi qaldırmalıyıq? Bulud. Baxaq görək, hansı rəngi qaldırmışsınız. Gözümüzü yumuruq ki, kiməsə baxmayaq. Aferin. Bulud hansı səslə başlayır? B. B saitdir, samitdir. Ona görə də nəyi qaldırmalıydıq? Mavini. Aferin. İndi mən deyirəm, ayaqqabı. Hansını qaldırdıq? Nəyə görə qırmızını qaldırdıq? Nə saitdir? A. A saitdir. A ilə başlayır deməli ayaqqabı sözü. Ona görə də biz qırmızını qaldırdıq. Yaxşı. Əncir. Nəyi qaldıracaq? Əncir. Nə ilə başladı? Hansı səslə başladı? Ə saitdir, samitdir. Ona görə də nəyi qaldırdıq? Aferin sizə. Çətir. Çətir. Nəyi qaldırdıq? Baxaq görək. Çətir. Hələ bəziləri fikirləşir. Bəziləri artıq qərar verir. Açın baxın gözünüzü. Görün düz qaldırmışsınız. Mavi qaldırmalıydınız. Düz qaldırmışsınız. Aferin. Mavi qaldıranlar düz qaldırıb. Aferin sizə. Hansı səslə başlayır çətir? Ç. Ç. Saitdir, samitdir. Ona görə də biz mavi rəngdə olan karandaşımızı qaldırdıq. Aferin sizə. Bəs ördək? Aferin. Baxın. Qırmızı. Aferin uşaqlar. Siz bu dərsi başa düşdünüz. Biz qalın saitləri necə öyrənmişdik? Necə bilirdik ki, onlar qalın saitlərdir? Hansı heyvanın səsinə oxşadı? Ayı necə heyvandır? Kobud. Səsi qalın. Düzdür? Ona görə də biz qalın saitlərimizi ayının səsi ilə səsləndiririk. Səsləndirək. İndi keçək incələr. İncələri hansı heyvan səsi ilə? Pişiyin səsi ilə. Pişik incə heyvandır. Ona görə də pişik sözündə olan saitlər də incədir. Pişik. İncədirmi? Ayı sözündə olan saitlərə baxın. Ayı sözündə olan saitlər belə qalındır. Pişiklə olan saitlərimizi sayaq. Aferin sizə. Ayıda 4 dənə saitimiz oldu qalın. Pişikdə isə 5 dənə, yəni 5 dənə incə saitimiz oldu. Birlikdə 5 və 4 neçə eləyəcək? 9. Aferin. Neçə saitimiz var? 9. Aferin sizə.